heç kimin xətrinə dəymək lazım deyil vallahi. İnsan kimi yaşamaq lazımdır ki, niyə qəlbinə dəyəsən, nə bilim o, həqiqətən də üzünə gürüb arxanda danışırlar. Allah onlardan bizi qorusun. Gözəl şiir var, deyir ki, həyatı yaşama hiyləkələklə, sadəlik bir ömür sərvətin olsun. İnsan ol, nəfəs al, təmiz ürəklə öləndə sənin də rəhmətin olsun. Məzlumu incidib ahını alma, yoxsulun dəyərin gözündə salma, vicdanlı həyat sür, belə qocalma, yaxşılar yanında hörmətin olsun. Dostunu dəyişmə vara dövlətə, ürəklər yandırma süni diqqətə. Pul para aparma səni cənnətə. Bu fani dünyada hörmətin olsun. Vallahi heç kim heç nə aparan deyil. Kim nə aparır?